və bu ərazilərdən məhsul yığmaq qadağandır və 6000 manat cəriməsi var. İstəyirəm bu xəbərlə davam edim. Bilirsiniz ki, günlərdir ki, bu mövzu ilə bağlı müzakirələr gedir və Allahın təbiəti, Allahın ağacı, Allahın kolu və belə bir məqamda insanımız ondan istifadə edirsə, doğrudan mı cəriməsi var məsələsi gündəmdə də hər nə qədər gülməli olsa da belədir. Azərbaycanda, dəyərli izləyicilər, bax izləyirsiniz görüntüləri, təbii ki, süni intellektlə hazırlanıb bu görüntülər, amma meşə ərazilərində, yol kənarlarında və digər sahələrdə yabanı meyvə, gilə meyvə, göbələk, bitki və digər təbii məhsulların toplanması adi haldır. Bunu illər uzunu etmişik, ediblər və edəcəklər kimi də görünürdü. Amma xüsusilə yay və payız aylarında vətəndaşların meşələrə gedərək müxtəlif məhsullar toplaması geniş şəkildə yayılıb. Lakin hər kəsin təbii ərazilərdə istədiyi məhsulu istənilən qaydada toplaması mümkün deyil. Qanunvericilik meşə sərvətlərindən istifadəyə müəyyən məhdudiyyətlər qoyur və bəzi hallarda bunun üçün xüsusi icazə və ya meşə bileti tələb olunur. Meşə bileti. Belə bir şey eşitmişdinizmi? Artıq eşidəcəksiniz bundan sonra. Məsələ ondadır ki, vətəndaşların şəxsi ehtiyacları üçün təbii məhsullar toplaması ilə kommersiya məqsədi ilə və ya xüsusi mühafizə olunan ərazilərdən qanunsuz istifadə arasında hüquqi baxımdan ciddi fərq var. Eyni zamanda müəyyən ərazilərdə və bəzi məhsulların toplanması zamanı tətbiq olunan qaydaların pozulması da inzibati məsuliyyətə səbəb ola bilər. Yaxşı, vətəndaşlar meşə və digər təbii ərazilərdən hansı məhsulları sərbəst toplaya bilərlər? Gəlin bu səbəb və bu detalları açıqlayaq ki, yəni vətəndaş bilsin ki, cərimələnməyəcək. Çünki əlində səbətinlə, əlində tutaq ki, vedrəsinlə gedir gilə meyvə yığmağa. İndi onu necə sübut etməlidir ki, bunu şəxsi işi üçün, şəxsi məqsədi üçün edir, öz evi üçün, eşi üçün edir, yaxud özünə mürəbbə bağlayacaq, yaxud yeyəcək, yoxsa bunu aparıb bazarda satacaq. Bunun sərhədi hardadır və hansı hallarda meşə bileti və ya digər icazə tələb olunur? Qanunvericiliyə zidd olaraq yabanı meyvə, bitki, göbələk və digər təbii məhsulların toplanılmasına görə vətəndaşlara hansı cərimələr və digər məsuliyyət növləri gözləyir? Gəlin bu sualın cavabını birlikdə müəyyənləşdirək. Demokrat Azad açıqlamasında hüquqşünas Elşad İsayev bildirib ki, belə bir məcəlləmiz var idi, bilməyənlərin nəzərinə çatdırım, Meşə Məcəlləsi. Meşə Məcəlləsinin 53-cü maddəsinə əsasən fiziki şəxslər qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, ödənişsiz olaraq şəxsi istifadələri üçün yabanı meyvə, gilə meyvə, göbələk və qərzəklilər, dərman bitkiləri və digər meşə sərvətlərini yığa bilərlər. Şəxsi istifadələri üçün cümlə bu cürdür. Onun sözlərinə görə vətəndaşın adi meşə ərazisində şəxsi ehtiyaclarını qarşılamaq məqsədi ilə müəyyən təbii məhsulları toplaması öz-özlüyündə qanun pozuntusu hesab edilmir və bununla bağlı ümumi qayda yoxdur. Bura qədər hər şey yaxşıdır. Amma burada bir məqam var. Meşə bileti məsələsi isə xüsusilə o zaman yaranır ki, həmin meşə sahəsində müəyyən məhsulların toplanması ümumiyyətlə qadağan edilib və ya onların yığılmasına yalnız meşə bileti əsasında icazə verilir. Bundan əlavə fəaliyyət şəxsi istifadə həddini aşaraq tədarük və ya sahibkarlıq məqsədi daşıyırsa, bu zamanda müvafiq hüquqi tələblərə əməl olunması zəruridir. Xüsusi rejimli meşələrdə və xüsusi mühafizə olunan ərazilərdə isə daha sərt qaydalar tətbiq oluna bilər. Hazırki İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən meşə fondu sahəsində bu məhsulların yığılmasının qadağan edildiyi ərazidə və ya yalnız meşə bileti ilə yığılmasına icazə verilən sahədə meşə bileti olmadan və özbaşına toplama inzibati məsuliyyət yaradır. Belə hallarda fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 2000-2500 manat, hüquqi şəxslər isə 5000-6500 manat məbləğində cərimə edilə bilərlər. Yəni burada əsas məsələ vətəndaşın meşədən yabanı meyvə, demək, gilə meyvə və ya göbələk toplamasının özü deyil. Əsas məsələ həmin məhsulların harada, hansı məqsədlə və hansı qaydada toplanmasıdır. Adi meşə sahəsində şəxsi istifadə üçün bu cür məhsulların toplanması qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində mümkündür. Lakin toplama qadağan edilən ərazidə və ya meşə bileti tələb olunan sahədə icazəsiz məhsul yığılması artıq qanun pozuntusu hesab olunur. Və bununla yanaşı bir başqa məqamda sizinlə bölüşüm, məlumatınız olsun, meşələrə gedən insanlar bilsinlər. Qırmızı kitaba daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi olan bitkilərin toplanmasına isə xüsusi diqqət yetirilməlidir. Belə ki, bitkilərin təbiətdən götürülməsi və toplanması ümumi qaydada sərbəst fəaliyyət hesab edilmir və qanunvericiliklə də
qorunur. Vətəndaşlar meşədə və ya da digər təbii ərazilərdə rast gəldikləri nadir bitkiləri tanımadan toplamaqdan çəkinməlidirlər. Çünki bitkinin yabanı olması onun istənilən şəxs tərəfindən sərbəst şəkildə götürülə biləcəyi anlamına gəlmir. Bax, gülüşümü zorla saxlayıram ki, xəbəri sonuna qədər oxuyum, sonra mənim də bir şərhim olacaq. Bu baxımdan da dəyərli izləyicilər, təbii ərazilərdə məhsul toplayan şəxslər neynəməlidirlər? Əvvəlcə bir araşdırma aparmalıdırlar. Həmin ərazinin hüquqi statusuna, toplamaq istədikləri məhsulun növünə, onunla bağlı xüsusi məhdudiyyətlərin olub-olmamasına diqqət yetirməlidirlər. Xüsusilə də demək, qırmızı kitaba daxil olan bitkilərin qorunması yalnız təbiətin mühafizəsi baxımından deyil, həm də qanunvericiliyin tələblərinə əməl olunması baxımından vacibdir deyə hüquqşünas fikrini tamamlayıb. Hənək-hənək, axırı dəyənək. Yəni Allahın meşəsi, təbiətin möcüzəsi, belə deyək də, yaşıllıq, oksigen, təbiət, giləmeyvə Allahın nemətidir. Bu, başa düşürsünüz nə deməkdir? Bu, xüsusi olaraq əkilmir, becərilmir, yaban otlardır, tutaq ki, dərmanlardır, dərman bitkiləridir, belə demək mümkünsə, giləmeyvəsidir, göbələyidir. Bunun üçün heç bir, belə deyək də, dövlət tərəfindən vəsait sərf olunmur. Amma görün, gəldik bu mərhələyə də çıxdıq. Meşə bileti, konsert bileti, teatr bileti, nə bilim, nə bileti, bir də meşə bileti. Meşə biletin var, qardaş, yox, girə bilməsin. Və burada fikir verirsiniz, yenə izahat verirlər ki, yox, əgər vətəndaş özü üçün bunu yığırsa, problem deyil. Yox, əgər tədarük üçün yığırsa, satış məqsədi, bunu necə müəyyənləşdirəcəksiniz? Mən gəlmişəm 2 vedrə çiyələk yığmaq istəyirəm, yaxud 2 vedrə göbələk yığmaq istəyirəm. Yəni, 1 vedrə, 3 vedrə evimin, ailəmin sayını, belə deyək də, fərdlərinin sayı çoxdur. Bu, mənə bəs edəcək qədər yığmalıyam. Tutaq ki, banka bağlayacağım evimdə, məsəl üçün deyək də, yaxud turşu qoy, məsəl üçün. Bunların hər birini mən etmək üçün xüsusi olaraq necə izahat verməliyəm, onu anlamıram. Yəni, bilirsiniz, o qədər belə qəribə boşluqlar qoyublar ki, vətəndaşı hər an cərimələmək mümkün olsun deyə. Bu məsələdə baş super işləyir. Mənə sadəcə bilirsiniz nə anlaşılmaz gəlir. Belə deyək də, istədikləri zaman, istədikləri meşəni, istədikləri ərazini biletlə girmək ancaq mümkündür şəklində insanların üzünə qapada bilərlər. Odun yığmaq qadağandır, təbii ki, ağaçları kəsmək qadağandır, amma insanların bəzi yerlərdə də qaz, ol çəkilmədiyi üçün qışı bir şəkildə keçirməsi lazımdır. Biz bu məsələyə artıq öyrəşmişdik. İndi də bu məsələyə öyrəşməyə bizi məcbur edirlər. Nə çiyələk yığırsan, xeyir ola. Nə böyürtkən yığırsan, xeyir ola. Nə göbələk yığırsan, xeyir ola. Sənindir bu. Yəni, bilirsiniz, artıq birazdan mən bunu hər zaman deyirəm, həqiqətən nəfəs almağı da bəzi yerlərdə artıq, belə deyək də, pulla eləyəcək ki, sən ağacın altında oturub bir də təmiz hava almaq istəyirsən, xeyir ola. Oksigen belə qəbul eləmək istəyirsən, xeyirdir mi bala? Deyə, bizə deyə bilərlər. Məbləğ də az-buz deyil, 400-600 manat fiziki şəxslərdən tutaq ki, cərimə tutacaqlar. Vəzifəli şəxslər 2000-2500 manat, hüquqi şəxslər də 5000-6500 manat məbləğdir. Bu məbləğlər necə müəyyənləşir? Bu da bir başqa söhbətin mövzusudur. Bir daha söyləyirəm, necə oldu ki, bu meşələrdə bitən gilə meyvəsidir, nə bilim, göbələyidir, bir daha deyirəm, təkrarlamaq istəmirəm və bir çox başqa məhsullardır. Birdən-birə onları toplamaq qadağan olundu. Necə baş verdi bu? Nə oldu? Nəyin əsasında baş verdi bu? Necə oldu ki, birdən-birə o vətəndaşın üzünə qapadıldı? Necə oldu ki, onun əsasında artıq yenə biz cərimələmə mexanizmindən üz-üzə qalırıq? Belə çıxır ki, bundan sonra bütün hallarda bir boşluq olduğu üçün mən ölüm, sən ölümlə üzr istəyirəm bu ifadəyə görə. Biz kimlərəsə anlatmağa çalışmalıyıq ki, yox, Allah haqqı mən satmaq istəmirəm. Balamın canı üçün mən bunu satmaq üçün eləmirəm, aparacağım evdə mürəbbə bişirəcəm. Amma burada bir mötərizə içində bir şey var. Tədarük üçün olursa qadağandır. Yaxşı, neyim? Mən tutaq ki, 2 vedrə çiyələk yığmışamsa, 2 vedrənin 2 vedrəsində yeməliyəm. Mən bunu belə deyək də mürəbbə də eləyə bilərəm, kompot da eləyə bilərəm. Yəni bunu kim müəyyənləşdirir ki, mən bunu hansı form, bunun belə deyək də konkret bir normativi olmalıdır. Boşluqlar var. Bax, mən oxuduqca hiss edirəm ki, boşluqlar var. Mən oxuduqca hiss edirəm ki, bundan hansısa formada bizim əleyhimizə istifadə edilə bilər. Yığırsam, gilə meyvə, yenə də deyirəm, bini qədimdən, dünya var olandan, nə bilim, Allah yerlə göyü yaradandan etibarən insanlar meşədə Allahın bitkisi, Allahın gilə meyvəsi, Allahın göbələyi və bu tipdə də meşədə nə bitirsə, otdur, təbii otlardır, dərman demək xarakterli, onları hər zaman yığıblar. Birdən-birə nə baş verdi? Birdən-birə nə oldu ki, təbiəti bu cür qorumaq, yəni təbiətin bu hissəsini insanların əlindən almağa qərar verdilər. Bax, mən onu anlaya bilmirəm. Bunun lütfən mənə kimsə izahatını versin də.
Məni bu axı payız ayında bu hamımızın bir kökümüz, bir tərəfimiz kəndlə, kəsəklə bağlıdır da. Mən uşaqlıqdan bəri bilirəm ki, yay aylarında, payız aylarında mənim qohumlarım, nənəm, nə bilim, bibilərim və s. onlar vətəndaşlar meşələrə gediblər, müxtəlif məhsullar toplayıblar da. Bu hər kəsin təbii ərazilərdə istədiyi məhsulu istənilən qaydada toplaması uzun zaman olub. İndi artıq bu mümkün deyil. Mən yavaş-yavaş qorxmağa başlayıram və bunu mən zarafatla demirəm, bunu mən ironiya ilə demirəm, amma bu məsələdə həqiqətən biraz da nəfəs aldığımız yerə bizə əhəmiyyət verməliyik. Onsuz da dünənə sırağa günə qədər bilirsiniz də, yəni bu belə deyək də sir deyil. Gedirdik hansısa bir yaşıllıq əraziyə, rayonlara gedəndə, bir axarı biri gördün, orada bir lövhə var. Bu əraziyə girmək pulludur. Niyə qardaş, niyə pulludur? Bilinmirdi. Kimsə o ərazini belə deyək, özü üçün pullu bir ərazi elan etmişdi. Gedib orada oturmaq üçün kiməsə pul verməli idi. Halbuki ora qoruq deyildi, halbuki ora piknik ərazisi deyildi, amma piknik əraziləri də o formada kimlərsə tərəfindən ələ keçirilib, sənin ora meşəyə girib orada oturmağın üçün heç nə, sadəcə gedib də özün nə bilim, xalçalı yerə sərib oturmaq üçün kimlərəsə pul ödəməliydin. İndi deyir ki, o göbələyi də yığa bilməzsən, o gilə meyvəni də yığa bilməzsən və s. və axır. Bu baxımdan da nə deyim, vallah bilməm, nə desəm sözlər kifayətsizdir. Bundan sonra bilet alın, gedin meşə bilet alın. Sizin meşə biletiniz var, yoxdur. Yoxdursa, onda bundan sonra daha ehtiyatlı olacaqsınız. Çünki məcəllənin, meşə məcəlləsi deyilən məcəllənin 53-cü maddəsinə görə də belə deyək də, ödənişsiz olaraq şəxsi istifadələri üçün yabanı meyvə, gilə meyvə, göbələk, qərzəklər, dərman bitkiləri və ya digər meşə sərvətlərini şəxsi istifadəsi üçün insanlar yığa bilər. Mən şəxsi istifadə deyəndə nəyi nəzərdə tuturlar, yaxud da ki, tədarük üçün yığa bilməzsiniz deyəndə bunu necə bizim üçün müəyyənləşdirəcəklər? Hər an bizim meşəyə getdik, mən rənglərini tütləşdirmək istəmirəm. Yığdıq da, indi 3-4 vedrə yığmışıq. Bir nə bilim, bir vedrəsini mürəbbə eləyəcək, bir vedrəsini kompot eləyəcək, bir vedrəsindən və s. İndi bu artıq onda tədarük məqsədi ilə alınırsa, sən gərək sübut eləməlisən ki, Allah haqqı mən bunu qışda yeyəcəm. Allah haqqı mən bunu bazarda satmayacağım. Mənə bir dənə bu boşluqları doldurmaq üçün bir arayış versinlər, ondan sonra mən onlarla razılaşacağam. Amma bu xəbərlər məni kifayət qədər gərginləşdirir. Bilmirəm, siz bu barədə nə düşünürsünüz?